Çok sınadı bizi zaman, neçə şəhid getdi qurban. Hörmətli dostlar, dəyərli yoldaşlar. Martın 5-i 2025-ci ildə Xətai rayonunda yerləşən 171 saylı orta məktəbdə Vətən müharibəsi veteranı, həm də gözəl şairəmiz, gözəl insan Ayda xanım Şirinovanın döyüş fəaliyyəti və poeziya fəaliyyəti ilə bağlı görüş keçirildi. Bu görüşün tədbirində mən də iştirak etdim. Təbii ki, bu tədbir bu dəfə də Dövlət və Qanun qəzetinin baş redaktoru Yasəmən xanım Möhübbət qızı tərəfindən həyata keçirilmişdi. Mən buradan da ona təşəkkür edirəm ki, özüm də müharibə veteranı və hərbiçi olduğuma görə məni də hörmətlə bu tədbirə dəvət etmişdi. Tədbir sual-cavab əsnasında keçdi və onun gözəlliyi məni də valeh elədi. Tədbirin gedişatında və tədbirdən sonra çəkdiyim fotoları burada sizə təqdim edirəm. Tədbirdən sonra isə orta məktəbin konferans zalında şirniyyat stolu ətrafında əyləşib maraqlı diskussiya söhbətləri apardıq. Bu fürsətdən istifadə edib hörmətli şairəmiz və müharibə veteranımız daha sonralar polis sistemində mayor rütbəsinə qədər qalxmış Ayda xanım Şirinovadan maraqlı bir müsahibə aldım. İndi həmin müsahibəni sizə təqdim edirəm. Deməli Ayda xanım, maraqlı bir sual verdim, hazırsınız? Siz buna poetik cavab verdiniz, həm də əsgər kimi. Mən həmişə hazıram, həmişə. Qorxduğunuz mənə verilən sualı sizə verəcəm. Qorxduğunuz nəsə bir şey varmı? Nədən daha çox qorxurdunuz döyüşdə? Həyatda ən qorxduğum şey xəyanətdir, başıma gəlir. Görmüsünüz, Bəli. rastlaşmısınız. Demək olar ki, heç hərdən fikirləşirəm ki, Bəli. görəsən elə bir insan varmı ki, həyatda xəyanət görməsin? Dostundanmı, qardaşındanmı, yoldaşındanmı, nə bilim, ürək qızdırdığı insanlardanmı? Bəli. Və hərdən fikirləşirəm ki, elə bir insan varmı bu həyatda ədalətsizliklə üz-üzə gəlməsin? Məsələn, mən açığı deyim, Rəsul Həmzatova mənim zamanında böyük hörmətim olub. Səməd Vurğundan sonra olmadı, düzdür? Yox, Nəbi Xəzridən sonra, 1-ci Qarabağ müharibəsindən sonra mənim ona hörmətim azaldı. Niyə? Onlar Nəbi Xəzri ilə çox möhkəm dost idilər. Amma 1-ci Qarabağ müharibəsi başlayanda o adam bizi deyil, erməniləri müdafiə elədi və Nəbi Xəzri də ona gözəl bir açıq məktub yazmışdı. Ondan sonra ona hörmətim olmadı. Amma sənət başqadır, şəxsiyyət başqadır. Yəni, yaradıcılıq tamam başqa şey. Bəli, bilirəm onu. Onun bir kəlamı var, mənim çox hoşuma gəlir. O adam insanları 3 təbəqəyə bölür. Onun, yəni kimin? Rəsul Həmzatova. Aha. Yazır ki, başdan dövlət axtaranlar tirə qoyur. Yazır ki, geci tezi o insanlar o dövləti tapırlar. O saat mənim gözümdə bəzi insanlar canlanır, da adlarını demirəm ki, vaxtı ilə deyir ki, mən bir siqaret satırdım, bugün milyonerdim. Yəni o dövlətin arxasınca gedib. İkinci yazır, şöhrət axtaranlar tirə qoyur. Yazır ki, onlar da geci tezi o şöhrəti tapırlar. Onda da gözümün qabağına indiki bizim bəzi insanlarımız gəlir, hərə bir medaldan zaddan belə taxır, falan, İraq bizim qazilərdən. Haydi qorxundan Falan, yəni ondan ötürü başqalarının hətta qabağında əyilməyi bacarırlar, sınmağı bacarırlar, şəxsiyyətlərini satmağı bacarırlar ki, biz o şöhrəti qazanırlar. Üçüncü, ədalət axtaranlar. Mən o sıradayam, qardaş. Tirə qoyur, yazır ki, heç bir zaman tapmırlar. Yoxdur. Tirə qoyur, heç nə yazmır. Mən onu deyirəm. O qədər mi düşünürsünüz? Bəli. Amma bir qədər var axı. Sizcə? Müharibədə də qorxmuşsunuz? Hə, elə bir dənə sualım əsası o idi ki, müharibədə ən çox nədən qorxurdunuz? Xəyanət. Siz artıq onun cavabını verdiniz. Bəli. İstəyir müharibədə, Bəli. deyim sizə, bizim 7 qardaşın bir bayısı şəhid olmuşdu. Bayaq dedim, o Qırmızı kənd ətrafında.
Qaranlıq düşmüşdü, yağış idi, bir dəhşət idi. Bir də gördüm Xəzərin içində kimsə sürünə gəldi. Dedi ki, komandir, 2 nəfərin tankın üstündə üzündən vurublar. Bilirsən də, üzə də güllə dəyəndə adam tanınmır. Qardaşım olsaydı, baxırsan tanımırsan. O qədər şişir ki, tanımaq Ən yaxın doğma dedim, adamı onsuz da əmr var, geri çəkilirik. Skor zadı yoxdur qardaşım, geri. Onu aparıb, qoyublar maşına, Ağdam aparıblar, heç kəs tanımayıb. Ağdamın İstəyirəm ki, bu balaca müsahibənin son yekununda 171 saylı orta məktəbdə bugün gördüyümüz bu gözəl tədbirin, yəni səbəbkarı siz olmaqla, Vətən müharibəsi veteranı, sonralar polis sistemində işləyən, hazırki rütbəsi mayor Aydə Şirinova olmaqla bu tədbiri ərsəyə gətirənlərin haqqında bir-iki kəlmə söz deyək və məktəbin direktoru haqqında da istəsəz xoş söz deyə bilərsiniz. Mən orada da dedim, təşəkkür elədim. Məni tanıdıqlarına görə yox. Təşəkkür edirəm, məni bura çağırıb, mən bunları tanıdım. Ki, mən ölkəmdə, vətənimdə, yəni belə insanlar var. Müəllimlərin boynuna bu dəqiqə çox ağır yük düşür. Bəli. Çünki deyirik, vətənpərvərlik hissi. Əvvəla birinci növbədə o qanla gəlir. Qanda varsa bu, onu heç cürə dəyişmək mümkün deyil. Bir evdə 5 uşaq var. Müəyyən səbəblərdən reportajı sona qədər tamamlamaq mümkün olmasa da, sizə tədbirdə çəkdiyim fotoları təqdim edirəm. Ön planda burada görürsünüz Ayda xanım görsənir. Burada isə həmin məktəbin həyətində büstü ucaldılmış Vətən müharibəsi şəhidinin ruhuna rəğbət və ehtiram əlaməti olaraq Ayda xanımı görürük. Əziz qələm dostlarım və şairlər, gəlin Ayda xanım Şirinovaya tutduğu bu gözəl yolda müvəffəqiyyətlər diləyək və qələmi həmişə güclü və məhsuldar olsun. Allahdan ona uzun ömür, can sağlığı diləyirik. Salam vətən, salam ana. Çətin gündə bizi sına. Qanla cavab verək qana. İgid əskər möhkəm dayan.